Salam, hörmətli izləyicilər. Bugün sizə çox aktual bir suala cavab verəcəyik. Sosial yardım alan ailənin üzvü kredit üçün müraciət edərsə və ya başqa şəxsə zamin olarsa, sosial yardım dayandırılacaqmı? Rəsmi qaydalara görə, xeyr, dayandırılmır. Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş ünvanlı dövlət sosial yardım qaydalarında bu hal səbəb kimi göstərilməyib. Yəni, sosial yardım alan şəxs bankdan kredit götürsə və ya zamin dursa, bu, yardımın kəsilməsinə səbəb olmur. Digər vacib suallar. 1. Sosial yardım üçün müraciət tarixi hansı gündür? Ərizə VMTAS sistemində qeydiyyata alındığı tarix müraciət günü hesab olunur. 2. Müddəti bitəndən sonra təkrar müraciət etmək olarmı? Bəli, olarsa, sosial yardım adətən 12 ay müddətinə təyin olunur. Müddət bitdikdən sonra yenidən müraciət edə bilərsiniz. 3. Hansı hallarda təkrar müraciətdə evə müayinə getmir? Əgər ailənin tərkibi və ünvanı dəyişməyibsə və aşağıdakı şərtlərdən ən azı biri varsa, növbəti 1 il ərzində maddi məişət şəraitinin müayinəsi aparılmadan qərar verilə bilər. Ailədə ailə başçısını itirməyə görə pensiya və ya müavinət alan varsa, 81-100% əlilliyi olan üzv varsa, 61-80% əlilliyi olan 2 və daha çox üzv varsa, 3 və daha çox uşaq varsa. Hörmətli izləyicilər, bu məlumatlar yalnız məlumat məqsədi daşıyır. Hər bir ailənin vəziyyəti fərqli ola bilər. Ən dəqiq cavab üçün .e-sosial.gov portalına daxil olun, .142 çağrı mərkəzinə zəng edin, ən yaxın dost mərkəzinə müraciət edin. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Suallarınız varsa şərhlərdə yazın. Diqqətiniz üçün təşəkkürlər. Sağ olun.